Hər vaxtınız xeyir olsun, əziz fermerlər. Mən Toğrul Həkimzadə, Aqrar Sığorta Fondunun əməkdaşıyam. Hal-hazırda Zaqatala rayon Muxaq kəndindəyik. Fermerimiz Nazim bəyə məxsus şaftalı bağındayıq. Fermerimiz bu gördüyünüz şaftalı bağını 50% dövlət dəstəyi ilə sığorta altına almışdı və keçən gün təbii fəlakətlərdən biri olan dolu riski baş vermişdi. Hal-hazırda 1651-ə məlumat verib və ekspertimiz sahədə qiymətləndirmə işləri aparır. Biz buradan digər fermerlərə həm baş verən riskin zərərini göstərmək istəyirik. Baxın, zəhmət olmasa biraz yaxın ala bilərik. Bu bağda meyvələr üzərində artıq dolu riski kifayət qədər görünən bir vəziyyətdədir və bu nümunələrə də baxa bilərik. Fermerimiz bu gördüyünüz meyvələri, bu gördüyünüz təsərrüfatı baza təminatından əlavə doludan keyfiyyət içisindən də sığorta altına almışdı. Siz də çox gec olmadan 50% dövlət dəstəyi ilə öz təsərrüfatınızı sığorta elətdirə bilərsiniz. Bunun üçün 1651 çağrı mərkəzinə və ya Aqrar Sığorta Fondunun bölgədə yerləşən filiallarına müraciət edə bilərsiniz.